Muxtar qardaş, bir dənə yəni başqa bir məzhəbdə olan, belə deyək də əsas Hənəfilər deyir bizə. Deyir, sizdə elə bir arxayınçılıq var belədə, elə bir bu əqidə özü deyir, elə bir arxayınçılıq. Biz nətər cavab verək onlara? Deyir, elə arxayınç üstə elə bir hər şeyi düz ediyoruz. Belə bir bizə pastayanlı irad edirlər. Delillere əsaslanarıq. Bir də icazə verin, axı Muxtar qardaş dedim. Aslında doğru değil, biraz Yəni bunu Hənəfilər bizə çox deyir. Deyir ki, siz belə çox arxayınç üzə deyirlər. Hər şey deyir arxayınç üz. Nə cavab verəyiz onlara? O suallar. Necə deyirlər? Tariqatkum a'lam və tariqatna ahkam və əsləm. Yox, deyir tariqatkum əsləm və tariqatna a'lam və ahkam. Bidət əhlinin haqq üzərində olanlarına belə bir işləmləri var, kəlmələri var. Deyirlər ki, sizin sizin yolunuz daha salamatdır. Bizim yolumuz ama daha elmli və daha hökmlərə dayanandır. Yəni özləri öz dilləri ilə etiraf edirlər ki, sizin yolunuz daha salamatdır. Niyə? Çünki qiyamət günü Allah Taala'nın qarşısına cavab verməyiz rahatdır. Bu dəlillə əsasən belə etmişəm. Bunu bilmirdim dəlilini, ona görə etməmişəm. Və yaxud da bu məsələdə qadağan var, qadağana əsaslanmışam məsələ və s. Yəni dəlillərə əsaslandığına görə daha salamatdır əsləmdə. Əslində onların özlərinin bu etirafı o mənaya gəlir ki, bu yol daha elmli və daha möhkəmdir. Kəlmənin batil olmağını göstərir ki, bizim yolumuz daha möhkəm və daha elmlidir, sözünün batil olmağını göstərir. Niyə? Salamat olan, Allah qarşısında salamat olan mütləq daha elmlisidir. Çünki elm Allahdandır. Salamatçılıq Allahdandır, Allahın elmindədir, Allahın dinindədir. Və hökmlərin də doğrusu Allahın elmi deyilən. Doğru hökmlərə əsaslanan, doğru dayaqlara əsaslanan Allahın elmi olandır, Allahın dinində. Ona görə onların öz dilinin etirafı ilə sələf yolu həm əsləmdir, yəni salamatdır, həm ə'ləmdir, daha elmə əsaslanan, həm əhkəmdir, daha möhkəm dayağı olan doğru düzgün hökmlərə əsaslananıdır. O ki qaldı, siz sanki rahatsız sözünə gəlincə iki cür başa düşülür. Əgər deyilsə ki, məqsəd odursa ki, yəni sanki rahatsız axirət baxımından, əgər durumumuz odursa çox pis haldayıq. Belə olmaz. Əksinə həmişə narahat olmalıyıq axirətimiz baxımından. Necə ki, Əli radiyallahu anhdan rəvayət olunur ki, əgər bilsəydim ki, mənim bircə əməlim qəbul olunub, həmin əməlimə arxeyin olub oturardım. Amma insan gərək heç vaxt arxeyin olmasın. Bu, əgər Əli radiyallahu sözüdürsə, heç kəs gərək arxeyin olmasın heç vaxtı axirət baxımından. Heç vaxt insan gərək arxeyin olmasın. Əksinə, gecə gündüz çalışsın, əməlləri ilə Rəbbimizin rəhmətini qazanmaq üçün. Amma o ki qaldı, əgər deyirsə ki, arxeyinsiz, dininizdə tutduğunuz yolla, əlbəttə, biz dinimizdə tutduğumuz yolla arxayınıq, şək şübhələrdən uzaqıq, qəlbimiz yəqindir. Hansı məsələdə əgər yəqinliyimiz yoxdursa, müəyyən elmsizlikdən və s. onu araşdırmalıyıq, öyrənməliyik, tapmalıyıq və doğrunu haqqı tətbiq edəməliyik. Doğrunu tətbiq etdiyimizə, araşdırdığımıza görə əlbəttə qəlbimiz salamatdır, rahatdır. Bu demək deyil ki, hər şeydə həmişə hamı doğrudur. Mütləq yox, xətaların olması labüddür və mümkündür. Labüddür olması da. Amma Allah'a həmd olsun ki, Allah Subhanahu taala bizi sələf mənhəci üzərində eləyib. Bu Allahdan ən böyük bir nemətdir. Məzhəbçilikdən, təriqətçilikdən, təəssübkeşçilikdən, təqlidçilikdən Allah Subhanahu taala bizi uzaq eləyib. Həmd olsun Allaha. Təbii ki, bu müəyyən məqamda pislənməyən hissəsi də ola bilər təqlidçiliyin və s. Mümkün deyil ki, kimsə müştəhid mütləq olsun. Yəni, hər bir işində mütləq müştəhid olsun. Lakin burada qəsd etdiyim o məzmum, yəni pis olan, doğru olmayan üslubda illa ki, mənim məzhəbim, mənim tutduğum yol. Hansı ki, bugün görürsünüz yəqin ki, kör-köranə, elmsiz, hətta özlərini bəzən sələfliyə nisbət eləyənlərdən belə kör-köranə təqlidçiləri görərsiniz. Hətta açıq, aydın ayələrə müxalif və yaxud da hədislərə müxalif olsalar belə. Nəinki elə o digər bidət əhlində. Yəni bu məşhurdur, bilirsiniz. Ona görə qəsd etdiyim oradakı o
təqlid sözündə ki, yəni məzmum olan təqlid, yəni doğru olmayan körkörənə təqlid, səhifə də, doğruya da, pisə də, yaxşıya da, bütün hallarda təqlid. Söhbət bundan gedir. Allah həmd olsun ki, Allah Taala bizi necə ki, sələflərdən bəziləri və yaxud da səhabənin bəziləri dua deyərlər ki, həmd edərlər ki, Allah həmd olsun ki, bizi çoxlarından üstün edib. Və yaxud da çox müsəlmanlardan üstün edib. Şükür olsun Rəbbimizə ki, Rəbbimiz bizim bu sahədə bəsirət gözümüzü açıb və bizi haqqa yönəldib və biz də o elmə əsaslanaraq, o Qurana, sünnəyə və həmçinin səhabə fəhminə əsaslanaraq öz yolumuzda doğrudan da rahatıq. Təbii ki, elmlə. Təbii ki, elmlə. Allah həmd olsun ki, bu yolu yəni kökü dediyim kimi Quran, sünnə, səhabə fəhmi və sonra da sələf salihin yoludur. Alimlərimiz olub zaman-zaman Peyğəmbər ta indiyə qədər, bu gündə və qiyamət gününə qədər də olacaq. Hədisində Peyğəmbərimiz, ona Allahın salavatı və salam olsun buyurur, Lə yəzəl taifətun min ümməti zahirən alə haqq. Ümmətimdən haqq üzərində sabit olan, zahir olan, bariz olan bir tayfa əskik olmaz. Lə yadduruhum mən xəzələhum əl-hədif. Onlara yəni onları rəzil etmək istəyənlər, alçatmaq, aşağılamaq istəyənlər də onlara təsir edə bilməzlər. Hədis davamı ilə və həmçinin hədisdə Peyğəmbər buyurur ki, ümmətim zəlalət üzərində cəm olmaz. Həmd olsun ki, Allah Subhanahu taala bu yolu qoyub, yəni qiyamət gününə qədər qorunacaq bu yol və Allah həmd olsun ki, biz də o yoldan tutanlardan eləyib və Allahdan istəyirəm ki, Allah Subhanahu taala bizi son, yəni nəfəsimizə qədər, nə qədər ki bu dünyadayıq, o yoldan da ayırmasın.